Vektorlar və koordinatlar metodu mövzusunun sonuncu başlığı. Vektorların skalar hasili, iki vektor arasındakı bucaq, vektorların perpendikularlığı, kollinear vektorlar. Baxaq bu suallara. Birinci, A və B vektorun skalar hasilini tapın. Komponentləri varsa, bunların skalar hasili uyğun koordinatları hasilidir. Yəni, x-ləri 1 vurur, y-ləri 1 vurub toplayırıq. 4 vurulsun 8, üstə gəl 7 vurulsun -3. Yəni, bu şəkildə. 32 çıxılsın 21, yəni cavab 11. Eyni şey ikinci suala aiddir. Üçüncü sualda eyni şeydir. Dördüncü sualda sadəcə fəzadadır deyə üçüncü koordinat da var, yəni z-lər də var. Demək 2 vurulsun 2, ondan sonra 3 vurulsun 1 və 0 vurulsun -2, o da 0 edir. 4, 3, 7 bu şəkildə olacaq. Beşinci sual da skalar hasildir. Eyni qayda ilə, sadəcə burada irrasional ədədlərdir, olsun. Və bir-birinin qoşmasıdır, görürsünüz. Kök 7 çıxılsın kök 2, kök 7 üstə gəl kök 2. Yəni, bunu bir başa yazsaq, kök 7-nin kvadratı 7, çıxılsın 2-nin kvadratı 4, üstə gəl. Sonra 3 vurulsun kök 5 ilə 3 çıxılsın kök 5. 3 üstə gəl kök 5 ilə 3 çıxılsın kök 5-i bir-birinə vuranda, bu da A üstə gəl B, A çıxılsın B olduğuna görə 3-ün kvadratı çıxılsın kök 5-in kvadratı olmuş olur. Yəni, bu şəkildə 4 ilə 5, 9 edir, bunlar islah olur. Cavab edəcək 7. Eyni şey 6-cı sualda var. Ondan sonra bizə deyir ki, eyni istiqamətli olan vahid vektoru tapın. Yəni, bu nə deməkdir? Nisbətləri eyni olacaq və kvadratları cəmidə 1-ə bərabər olacaq. Vahid vektor o deməkdir. Modulu bərabərdir 1 vahid. Yəni, kök altda kvadratlar cəmi 1. Yəni, kvadratlar cəmi özü 1-ə bərabər olmalıdır və nisbətlər də eyni olmalıdır. Yəni, o zaman digərinin koordinatları, tutaq ki, bir B vektoru olacaq. B vektoru bərabərdir 1 olmalıdır və B vektorun komponentləri belə yazsaq, bundan eyni nisbətdə olmalıdır. Yəni, -2k, 6k və 3k bu formada olacaq. İndi bunların kvadratları cəmi 1-dir, yazaq. 4k kvadratı, üstə gəl 36k kvadratı, üstə gəl 9k kvadratı bərabər olmalıdır 1-ə. İndi baxırıq. Demək, 49k kvadratı bərabərdir 1-ə. K kvadratı bərabərdir 49-da 1-ə. Və eyni istiqamətli olması da o deməkdir ki, nisbətlər müsbət olacaq. Əks istiqamətli olsaydı nisbətləri mənfi olardı. K bərabərdir müsbət 7-də 1 götürürük. İndi bir-bir vuraq. B-nin koordinatları indi nə olur? Demək, -2-ni vururuq 7-də 1-ə, olacaq -2 bölünsün 7. 6-nı vururuq 7-də 1-ə, 6 bölünsün 7. 3-ü vururuq 7-də 1-ə, 3 bölünsün 7. Bu şəkildə olacaq. Yəni, Y bəndi. -2 bölək 7, 6 bölü 7, 3 bölü 7. Ondan sonra 8-ci sual. Vektorların skalar hasili. Vurub toplayıb yazmaq lazımdır. 4 vurulsun 5, 20. -3 vurulsun -2, 6. 1 vurulsun -3, -3. Yəni 23. 9 da eyni şəkildədir. Sonra 10-cu sual deyir ki, C vektoru və D vektoru kollineardır. Yəni, nisbətləri bərabərdir. O zaman x bölünsün -2 bərabərdir 3 bölünsün y, o da bərabərdir 4 bölünsün -4. Yəni, -1-ə bərabərdir nisbətlər. X bölünsün -2 də -1-dir, 3 bölünsün y də -1-dir. İndi x bölünsün -2, -1 olması üçün x 2 olmalıdır. 3 bölünsün y-in -1 olması üçün y də -3 olmalıdır. Bizdən də bunun hasilini istəyir, eləyir -6. 11. Vektorların paralel olduğunu bilərik. Paralellik yenə kollinear olması deməkdir. Kollinearsa nisbətlər bərabərdir. 1 bölünsün -2 bərabərdir m bölünsün 3, o da bərabərdir -2 bölünsün n-ə. İndi hissə gedək. Buradan m-i tapaq. Çarpaz vururuq. -2 m bərabərdir 3-ə, m bərabərdir -3 bölünsün 2-yə. Sonra da bu ikisindən də n-i tapaq. Yəni, -2-də 1 bərabərdir -2 bölünsün n. N də bərabər 4-ə. Biri 4-dür, biri -2-də 3-dür. Hasilini istəyirsə, -2-də 3-ü də 4-ə vuranla 4-lə 2-ni ixtisarlədik. 2, -3-ü 2-yə vurduq, -6. Cavab Y bəndi olacaq. Ondan sonra keçdik digər suala. Yenə paraleldirsə nisbətləri bərabərdir. 13-də görürsünüz eyni şəkildə paraleldirsə nisbətlər bərabərdir. Bu formada baxırıq.
14-cü sualda deyir ki, A və B vektorları perpendikulyar olarsa, A vektorunun uzunluğunu tapın. Perpendikulyarlıq şərti o demək idi ki, bunların skalyar hasili 0 olmalıdır. Skalyar hasil nədir? Uyğun koordinatların hasilləri cəmi. Yəni, -9 vurulsun -2. Elə müsbət 9 vurar 2 yazar. -2 vurulsun -1, o da müsbət 2 vurulsun 1 olur. X vurulsun 4, yəni 4x və bu bərabər olmalıdır 0-a. 18, 2, 20, 4x bərabərdir. Keçidik sağ tərəfə -20-yə, x bərabərdir. -20-də 4-ə böldük, -5. İndi bizə deyir ki, A vektorunun bu səfər uzunluğunu tapın. İndi A vektoru komponentləri və ya koordinatları -9, -2 və -5 olduqdan sonra komponentləri budur. Modula lazımdır bizə. Kök altda 9-un kvadratı 81, üstə gəl -2-nin kvadratı 4, üstə gəl -5-in kvadratı, bu da 25. 85, bu da 25, 110. Yəni kök altında 110 olmuş olur. Sonra 15-ci sualda deyir ki, bucaqlardan hansılar iki vektor arasındakı bucaq ola bilməz? İki vektor arasındakı bucaq iti də ola bilər, iki vektor arasındakı bucaq kör də ola bilər, amma iki vektor arasındakı bucaq 180-dən böyük olmaz. Bunu götürməliyik. Biz həmişə buranı götürərik. Yəni 180-dən kiçik bərabər olmalıdır. Ümumiyyətlə, kəskin iki düz xətt arasındakı bucaq həmişə 90-dan kiçik bərabər olanları götürürük. Kəskin iki vektor arasındakı bucaq isə 180-dən kiçik bərabər götürməliyik. Deyir ki, ola bilməz. Ola bilməzlərə baxaq. Hansıdır? 182 olmaz, 183 olmaz. Yəni 2 ilə 5 olmaz. C bəndi. Yerdə qalan olar. 16 da onun kimidir. Deyir ki, hansı ola bilər bu səfər? Demək, bu olmaz, bu olmaz. 175 olar, 0 olar, 60 olar. 2, 3, 5. 2, 3, 5. İndi 17 də bundan əvvəlki 14-cü sual idi səfərimsə, ondan eynidir. Görürsünüz, perpendikulyardır və vektorun uzunluğunu istəyir. Perpendikulyardırsa skalyar hasil 0-dır, yəni 4x üstə gəl 6. 4x-ə vurduq, 3-2-yə vurduq, bərabərdir 0-a. 4x bərabərdir -6-ya, x bərabərdir -1,5. Bizdən istəyir ki, A vektoruna perpendikulyar B vektorunun uzunluğu. Bunun uzunluğunu istəyir bizdən. B vektoru komponentləri -1,5 ilə 2 oldu. İndi modul B bərabərdir. Kök altında -1,5-in kvadratı 2,25 eləyir. 2-nin kvadratı da 4-dür. Bu da elədir 6,25. Ondan da çıxacaq kökdən 2,5. Eyni 18-ci sual. Özünüz yaza bilərsiniz bunları. 19-cu sual. Bu səfər vektorlar arasındakı bucağı istəyir. Biz burada bu düsturdan istifadə etməliyik. Kosinüs alfa bərabərdir A vurulsun B, vektorların skalyar hasili bölünsün onların uzunluqları hasili. İndi kosinüs alfa bərabərdir. Bunun üçün yazaq. Skalyar hasil 1 vurulsun 0, 0. 1 vurulsun 2, üstə gəl 2. 0,5 vurulsun 2, bu da elədir 3. Daha doğrusu 1. 0,5'dir. İndi kök altında bu səfər nə yazırıq? 1-in kvadratı üstə gəl 1-in kvadratı üstə gəl 0,25. 1 üstə gəl 1 üstə gəl 0,25. Vurulsun. Kök altında 2-nin kvadratı üstə gəl 2-nin kvadratı. Yəni 4 üstə gəl 4. Da 0 eləyir o. Ona görə danışmadıq ondan. Bərabərdir 3 bölünsün. Burada eləyir. Demək 2,125. Ondan çıxacaq 1,5. Vurulsun. Burada da kök altda 8. O da 2 kök altda 2 deməkdir. Bərabərdir. İndi 2-ni 1,5'e vuranda 3 eləyir. Bu 3-dən ixtisar 7 qaldı. 1 bölünsün kök 2. İndi kosinüs alfa 1 bölünsün kök 2-dirsə alfa bərabərdir 45 dərəcəyə. Və ya pi bölünsün 4 radian. İndi hansı verilirsə bizə? Radianla verilirsə radianla, dərəcə ilə verilirsə dərəcə ilə yazırıq. Eyni şey 20-ci sualdır. Özünüz yaza bilərsiniz. 21. Emin hansı qiymətində vektorları perpendikulyardır. Yəni skalyar hasili 0'dır yenə. A vurulsun B bərabərdir 0. 4'ü vurduq 3'ə 12, -6'nı vurduq hemen -6'ya bərabərdir 0'a, 6'ya bərabərdir 12'yə, n bərabərdir 2, emin 2 qiymətində. 22 də eyni tip sualdır. İndi bizə nə deyir? Deyir ki, bu vektorlar verib hansı eyni istiqamətlidir? Birincisi nisbətlər bərabər olmalıdır, ikincisi də müsbət olmalıdır. İndi baxarıq. Məsələn, A vektoru ilə M vektoru görürsünüz. 6 bölünsün 3, 2, 8 bölünsün 4, 2. Demək ki, A vektoru ilə M vektoru paraleldir və eyni istiqamətlidir. Digərlərində nisbətlər eyni ola bilər. Amma baxın, məsələn, -12 bölünsün -3 eləyir 4. -16 bölünsün 4 eləyir -4. Olmur.
Yəni alınmır. 6 ilə 8 baxın bu dəqiqə. 6 ilə 8 4-də 3, 8-in 6 olmur. Sadəcə 24 olmuş olur. 24-cü sual. Bu səfər əksdir deyir. Əks olması yenə nisbətləri bərabər olacaq. Nisbətləri bərabər, həm də mənfi olacaq. Buradan elə görünür, baxın. 8-i 4-ə böldük -2, -12-ni böldük 6-ya -2. Demək, biri A ilə B-dir. Başqa da var mı görək? Burada B və M var variantlarda. İndi B ilə M-ə baxaq. B ilə M. -8-i 2-yə böldük, -4, -12-ni 3-ə böldük, -4. Bəli, bir də B və M. Ona görə bu B variantı ödəyir. 25. Aha, bizə nə deyir? Nöqtələrdir. Bu da nöqtənin koordinatlarıdır. 3AB üstəgəl BA və BA vektorlarının skalyar hasilisi. Yəni, buradan bir dənə yer açım, yer çatmaya bilər orada. Yazım. Birincisi, bizə AB vektorunu bir təyin edək. A var, B var. AB vektorunun komponentləri son nöqtədən başlanğıcı çıxaq. -2-dən 1 çıxdıq, -3, 4-dən 3 çıxdıq, -1. Bu AB vektoru. Bəs BA vektoru nədir? BA vektoru isə başlanğıc B-dir, son A-dır. İndi A-dan B-ni çıxırıq. 1-dən -2 çıxdıq, 3, 3-dən 4 çıxdıq, -1. İndi 3AB üstəgəl BA lazım bizə. 3AB bu eləyir demək, 3-ü vurduq -3-ə 9, 3-ü vurduq 3-ə 3. Üstəgəl BA vektoru. Bu da 3 -1-dir. İndi bunu tapaq. Demək, tutaq ki, hansısa bir, nə deyim, X vektoru alınır. İndi bunun komponentləri nə edir? -9-dan 3, -6, 3-dən -1-dən -2 olmuş oldu. İndi bizə deyir ki, həmin bu vektorla indi BA vektoru skalyar hasilini tapaq. -6 vurulsun 3, -18, -1 vurulsun 2, bu da -2. Edəcək -20. Cavab C bəndə. 26. 26 da görürsünüz, eyni tip sualdır. Özünüz yazarsınız. A və B vektorları veribdir. Bu səfər bizdən A üstəgəl B ilə A çıxılsın B-nin hasilini istəyir. Elə bunu biz muxtəsəmma düsturuna görə A kvadratı çıxılsın B kvadratı kimi yazıb. İndi A kvadratını tapmaqdan ötürü modula lazımdır bizə. Modula bərabərdir. Kök altında indi kvadratı da elə özünün kvadratıdır. 4 üstəgəl 1 elədir 5. B kvadratı da modul B-nin kvadratı deməkdir. Bu da 9 üstəgəl, yəni -3-ün kvadratı 9, -1-in kvadratı da 1. Bu da elədir 10. Yəni, indi yazıram 5 çıxılsın 10 bərabərdir -5. Belə yaza bilərik. Eyni şey 28-ə aiddir. Bunu da yazım. Fərqli tip sualdır deyə. Bu olur. A kvadratı çıxılsın B kvadratı. İndi A kvadratı bərabərdir modulanın kvadratı olacağına görə 3-ün kvadratı 9, -1-in kvadratı da 1. Topladıq elədir 10. B kvadratı modul B-nin kvadratıdır. Aha, bu da bərabərdir. -2-nin kvadratı 4, 4-ün kvadratı da 16. Topladıq, bu da 20. Bərabərdir. 10 çıxılsın 20, -10 deyiləndə. 29. -2, 5, 3, 1, A. Nöqtələr verilib bizə. Nöqtələr üçün AB vurulsun CD sıfırdırsa D nöqtəsinin koordinatlarını tapın. Yəni, AB ilə CD bir-birinə perpendikulardır. Tutaq ki, bu AB-dir. Məsələn, bu da CD-dir. CD deyirsə, buranı D deyək, burada C deyək. Bu formada. CD perpendikular. İndi A-nın koordinatları -2, 5-dir. B-nin koordinatları 3, 1-dir. C-nin koordinatları 2, 6-dır. D-nin koordinatları -1, A çıxılsın 1 və 2A-dır. İndi, birinci biz AB vektorun koordinatlarını tapaq hələ. AB vektorun koordinatları, demək, B son nöqtədir. 3-dən -2 çıxdıq 5, 1-dən 5 çıxdıq -4. CD-nin koordinatlarını tapaq indi. A çıxılsın 1-dən 2 çıxdıq, A çıxılsın 3 eləyir. 2A-dan 6 çıxdıq, o da 2A çıxılsın 6 edir. İndi bunlar skalyar hasili 0-dır. Yəni, perpendikulardır o demək. İndi yazaq. 5 vurulsun, A çıxılsın 3, üstə gəl. Bu -4-dür. -4, ona görə çıxma yazaq bura. Çıxılsın, 4 vurulsun, 2A çıxaq 6, bərabərdir 0. İndi açaq, vurub açaq. 5A çıxılsın 15, çıxılsın 8A, üstə gəl 24, bərabərdir 0. Buradan davam edək. 5-dən 8 çıxdıq, -3A. -15-dən 24 çıxdıq, 9, keçidik sağ tərəfə, -9. A bərabərdir 9-da 3-ə böldük, 3.
A 3'dürsə, onda D nöqtəsinin koordinatları 3 çıxılsın 1, 2, 3 vurulsun 2, 6. Yəni C bəndi. 30. Eyni tip sualdır. A və B hazır koordinatları verir. Perpendikular isə skalyar hasilləri 0-dır. A vurulsun 5, 0-dır. İndi yazaq. N üstəgəl 4 vurulsun 6 çıxılsın N. Üstəgəl. N çıxar 2 vurulsun N üstəgəl 4 bu səfər. Yəni bunlar. Bərabərdir 0. İndi vurub açırıq mötərizəni. 6N çıxılsın N kvadratı. Üstəgəl 24 çıxılsın 4N. Üstəgəl N kvadratı çıxılsın 2N. Üstəgəl 4N çıxılsın 8 bərabərdir 0. N kvadratları islah oldu. İlk bu. 4N'lər islah oldu. 6N çıxılsın 2N elədi 4N. 24 çıxılsın 8 bu da elədi 16. Keçidik sağ tərəfə mənfi 16. N bərabərdir. Mənfi 16-nı 4-ə böldük. Mənfi 4. N'in hansı qiymətində? Mənfi 4 qiymətində. 31-də də M-in hansı qiymətində deyir. Ona görə də M-i tapmış oluruq. Gəldik 32. Yazım buradan. Modula 3'tür. Modul B 2'dir. Modula 3'tür. Modul B 2'dir. A vektoru ile B vektoru arasındaki bucağın 60 dərəcə olduğunu bilərək A çıxılsın B vektorunun uzunluğunu tapın. A çıxılsın B vektorunun uzunluğu bərabərdir sual. Bunun üçün nə edirik? Bunu modulda A bilirik ki, kök altında A kvadratına bərabərdir. Bundan istifadə edirik. Yəni, modulda A çıxılsın B bərabərdir. Kök altında A çıxılsın B-nin kvadratına. Açaq indi mötərizəni kökün altında. A kvadratı çıxılsın 2AB üstəgəl B kvadratı. İndi, modulda A 3'dürsə, buradan yazıram. A kvadratı bərabərdir modul A-nın kvadratına, o da bərabərdir 9-a. B 2'dirsə modulda B, B kvadratı bərabərdir modulda B-nin kvadratı, o da bərabərdir 4-ə. İndi A kvadratının B kvadratını tapdıq. Qaldı AB. AB-ni də belə yazaq. Skalyar hasillərin belə düsturu da var idi aralığındakı bucağa görə. Modula vurulsun, modul B vurulsun kosinus alfa. Yəni, modula 3, modul B 2 vurulsun kosinus 60. İndi 3 vurulsun 2, kosinus 60'da 2'də 1 olduğuna görə 2'lərin 2'də 1 ixtisar edir, qalır 3. İndi AB də oldu 3. Yerinə yazsaq kök altında. Demək 9 üstəgəl 4 çıxılsın 2 vuraq 3. Bu. Bu da bərabərdir 13. 6 da çıxdıq 7. Cavab eləyir kök altında 7. 33. Aha. Kollineardırsa, demək ki, B-nin koordinatları A-nın koordinatlarından mütənasibdir. Yəni, olacaq 2K və mənfi 3K. Və skalyar hasil də mənfi 13-dürsə, bu da A-nın koordinatları 2, mənfi 3. İndi A vurulsun B də bərabərdir, mənfi 13-dürsə, vuraq 4K, vurduq bir-birinə müsbət 9K bərabərdir mənfi 13-ə. Demək, 13K bərabərdir mənfi 13 olanda K bərabərdir mənfi 1-ə. Bunda B-nin komponentləri olacaq. 2 vurulsun mənfi 1, mənfi 2, mənfi 3 vurulsun mənfi 1, müsbət 3. Mənfi 2, 3. Y bəndi. Davam edək. 35. 34'ü yazmadıq. 33'ü yazdıq. 34'ə baxaq nədir? Eynidir də. Burada da eyni şeydir. Görürsünüz. A ilə B kollineardır. Burada da A ilə B kollineardır. AB-ni verib eyni şeydir. A-nın koordinatlarını tapıb sonra da modulunu tapacaqsınız. Yaxşı yazın. Demək A-nın komponentləri 1, 2 ilə mütənasibdir. Yəni K, 2K və yenə 2K. Onda AB, beni də yazım. 1, 2, 2. Vururuq bir-birinə. K üstəgəl 4K üstəgəl 4K bərabərdir 18-ə. 9K bərabərdir 18-ə. K bərabərdir 2-yə. Onda A-nın komponentləri 2, 4 və 4 olmuş olur. Modula bərabərdir. Kök altında 2-nin kvadratı 4, üstəgəl 4-ün kvadratı 16, bu da 16. 36 kök altındadır. Buna da 6 çıxacaq. Davam edək. 35-ci sual. Buradan bir yer açım. 35 deyir ki, modula bərabərdir modul B-yə.
A perpendikulyardır B olduğunu bilerek A çıxılsın 2B və 2A çıxılsın B vektorları arasındakı bucağın kosinusunu istəyir bizdən. Kosinus alfa bərabərdir sual. İndi düstura görə kosinus alfa bərabərdir. Skalyar hasilləri, yəni bunların skalyar hasili. A çıxılsın 2B vurulsun 2A çıxılsın B. Bölünsün bunların modulları hasil. Yəni modulda A çıxılsın 2B vurulsun modulda 2A çıxılsın B. Bərabərdir. Vur basaq indi surəti. Çox ədin vurulmazsa da. A-nı 2-yə vurduq 2A kvadratı. A-nı mənfi B-yə vurduq mənfi AB. 2B-ni 2-yə vurduq mənfi 4AB. Mənfi 2B-ni mənfi B-yə vurduq müsbət 2B kvadratı. İndi modulda A modulda B-yə bərabərsə kvadrata yüksəldirik. A kvadratı bərabərdir B kvadratına. Bu 1. Perpendikulyardırsa skalyar hasilləri 0-dır. Bu 2. Sonra da bilirik ki modulda A bərabərdir kök altında A kvadratı yaza bilərik. İndi bundan istifadə edib bunu yazaq. Kök altında A çıxılsın 2B-nin kvadratı vurulsun kök altında 2A çıxılsın B-nin kvadratı. İndi bir daha yazıram. Kosinüs alfa bərabərdir. AB-lər 0-dır deyə bunlar oldu 0. A kvadratı B kvadratına bərabərdirsə hamısını A kvadratına gətirirəm. Onun yerinə A kvadratı yazsam 2A kvadratı 2A kvadratı eləyəcək surət 4A kvadratı. Bunu yazdıq. İndi gələk məxrəcə. Kök altında indi müxtəsər olma düsturuna görə açıram onu. A kvadratı çıxılsın 4AB üstəgəl 4B kvadratı. Vurulsun kök altında. Bunu da açıram. 4A kvadratı çıxılsın 4AB üstəgəl B kvadratı. Bu da belə. Bərabərdir. İndi yenə eyni qayda ilə bunlar 0-dır. B kvadratın yerinə A kvadratı yazsam qalır kök altda A kvadratı, bu da 4A kvadratı, yəni 5A kvadratı vurulsun. Burada nə qalır? Bunu da yerinə A kvadratı yazsaq 4. Bir dənə də burada kök altında 5A kvadratı. Surətdə də 4A kvadratı. İndi kosinüs alfa bərabərdir. 4A kvadratı bölünsün. 2 dənə eyni kökdür. Bir-birinə vuramda kökdən çıxır. Kök altı ifadə olduğu kimi qalır. Bunlar da ixtisar gedir. 4 bölünsün 5. Yəni 5-də 4-ə bərabərdir. Sonra 36 da eyni sualdır. Yaza bilərsiniz özünüz. 37 vektor arasındakı bucağı tapaq. Yenə kosinüs alfa bərabərdir. Onların skalyar hasili A vurulsun B bölünsün modul A vurulsun modul B. İndi bərabərdir. Skalyar hasili 4 vurulsun 9 36. Mənfi 4 vurulsun 0 elədir 0. 0 vurulsun mənfi 9 bu da 0. Surət elədi 36. Məxrəcə gələk. Kök altında 4'ün kvadratı 4'ün kvadratı 16 üstəgəl 16 və bu 0'dan işimiz yox. Vurulsun kök altı. Burada da 9'un kvadratı üstəgəl yenə 9'un kvadratı. Digəri də 0'dır. Bərabərdir. Bu edir 36. Burada görürsünüz 2 dənə 16 var. Yəni 2 vurulsun 16 yazsaq 4 kök 2 bu edir. 2 vurulsun 9'un kvadratı yazsaq 9 kök 2 də bu edir. Bərabərdir. 36 ilə 4 vurulsun 9 ixtisar getdi. Qaldı demək kosinüs alfa bərabəri saxlayaq. Bərabərdir. 1 bölünsün kök 2'ni də kök 2'yə vuranda 2. İndi kosinüs alfa nə zaman 2'də 1 olur? Alfa 60 dərəcə olanda. Sonra 38 vektor arasındakı bucağı tapın. Eynidir da bundan. Görürsünüz tapacaq. Hətta 39 da eynidir. Özünüz tapa bilərsiniz. Keçdim 40'a. Demək verib bizə ki A vektoru ilə B vektoru perpendikulardır. Birinci ona görə yazaq. A vurulsun B bərabərdir 0 skalyar olduğuna görə, perpendikular olduğuna görə skalyar hasili 0'dır. İndi 3 vurulsun 2 6. N vurulsun 1 N mənfi 1 vurulsun N o da elədi mənfi N bərabərdir 0. Buradan alırıq ki N çıxılsın M bərabər olur 6'ya. İndi bir də modulları bərabərdir. Modulları bərabərdir o deməkdir ki bunların kvadratları bir-birinə bərabərdir. İndi bunun A'nın kvadratı, A'nın koordinatlarının kvadratları cəmidir. Yəni 9 üstəgəl M kvadratı üstəgəl 1 bərabərdir. B'nin kvadratı B'nin koordinatlarının kvadratlarıdır. 4 üstəgəl 1 üstəgəl N kvadratına bərabərdir. İndi bu M kvadratını keçirəm sağ tərəfə, dətləri keçirəm sol tərəfə. N kvadratı çıxılsın M kvadratı, ondan da 5 çıxdıq, qaldı 5. Bunu da müxtəsər olma düsturuna görə açsam, N çıxılsın M, N üstəgəl M bərabərdir 5'ə. Bu 6'dır, yerinə yazsam, çünki buradan almışıq.
n üstə gəl m bərabərdir 5 və bizə n üstə gəl m lazımdır. O da bərabərdir 5 bölünsün 6, yəni C bəndi. 41. Görürsünüz, eyni sualdır. Bu səfər də m çıxılsın eyni soruşur. Özünüz yaza bilərsiniz. 42-yə baxaq. A və B vektorları olarsa, K-nın hansı qiymətində bu vektorla bu vektor perpendikulyar olar? Yəni, yer açaq, rahat yazaq burada. Demək, A vektoru və B vektoru var. Yazıram onları da. A vektoru komponentləri 2, -1, 0. B vektoru komponentləri 4, 3 və 1. O 4'tür. 4 deyil, 3 yazıram. İndi 2A üstə gəl KB və B çıxılsın A deyir ki, perpendikulardır. O demək ki, bunların skalyar hasili 0'dır. Yazaq indi. Bu edir 2AB çıxılsın 2A kvadratı, üstə gəl KB kvadratı, çıxılsın K vurulsun AB bərabərdir 0. 2AB K vurulsun AB. AB-ni çıxaranda mötərizə xaricində 2 çıxılsın K burada edir. Üstə gəl K vurulsun B kvadratı, çıxılsın 2 vurulsun A kvadratı bərabərdir 0. İndi birinci AB-ni tapaq. Buna görə, verilənlərə görə. AB bərabərdir. 2 vurulsun 4, 8. -1 vurulsun 3, -3. 0 vurulsun 1, 0. Yəni, bu elədi 5. AB oldu 5. Bu 1. Sonra B kvadratı və A kvadratını tapaq. Sonra da 1'ni 2, 1'ni də K'ya vuraq. A kvadratı bərabərdir. 2'nin kvadratı, -1'in kvadratı, 0'ın kvadratı. 2'nin kvadratı üstə gəl 1'in kvadratı, bu elədi 5. B kvadratı bərabərdir. Bu səfər 4'ün kvadratı 16. 3'ün kvadratı 9 və sonunda da 1'in kvadratı var. 1, bu da eləyəcək 26. İndi yerinə yazaq. Bax, burada verilən. AB 5'dir. 5 vurulsun, 2 çıxılsın K. Buradan yazacağım, davam edəcəm. Bircə dəqiqə. 5 vurulsun, 2 çıxılsın K olmalıdır. Çıxılsın K. Üstə gəl. K vurulsun 26. Çıxılsın 2 vurulsun 5 bərabərdir 0. Bax, bunu həll edirik. 10 çıxılsın 5K, üstə gəl 26K, çıxılsın 10 bərabərdir 0. Bu 10'dan bu 10 islah oldu. Eləyir demək 21K bərabərdir 0'a. K bərabərdir 0, 20 bölündə 0. Belə K'nın 0 qiymətində. 43 də eyni tip sualdır. Özünüz yaza bilərsiniz. 44. Vektorlar kollinyardırsa, n plus m cəmini tapın. Kollinyardırsa, nisbətlər bərabərdir. Buna aid çox sual işlədik. 2 bölünsün n bərabərdir. M bölünsün 2, o da bərabərdir. -2 bölünsün 1. Yəni, bunların nisbətləri -2'ye bərabərdir. O zaman 2 bölünsün n -2'dirsə, n bərabərdir -1'ə. Bu 1. M bölünsün 2 -2'dirsə, n bərabərdir -4'ə. Bu da 2. Bizdən nə istəyirdi? N plus m cəmi. Bunlar da toplamda edir -5. Növbəti 45 eyni sualdır. 46-cı sual. İndi yer açın. Demək, modula A vektoru və B vektoru verilib bizə. A çıxılsın B və A üstə gəl B vektoru arasındakı bucağı soruşur. Onun üçün də kosinusunu birinci yazaq. Skalyar hasilləri çıxılsın, bölünsün, onların modulları hasili. Vurulsun, modulda A üstə gəl B. İndi skalyar hasilini tapaq da bunların. Yəni, buna görə tapaq. Bu eləyir A kvadratı çıxılsın B kvadratı. Bunun da yerinə kök altında A çıxılsın B'nin kvadratı, vurulsun kök altında A üstə gəl B'nin kvadratı. Bərabərdir. Bərabərdir yox, belə qalsın. İndi birinci A kvadratını tapaq. A kvadratı bərabərdir. 2'nin kvadratı, 2'nin kvadratı, 2'nin kvadratı. Yəni 4 üstə gəl 4, üstə gəl 4. Bu eləyəcək 12. B kvadratı bərabərdir. 2'nin kvadratı, üstə gəl 0, üstə gəl 2'nin, 4 üstə gəl 4, bu da eləyəcək 8. Yəni, A kvadratı çıxılsın B kvadratı eləyəcək 4. Bu getdi. İndi, A çıxılsın B'nin kvadratını hesablayaq. A kvadratı çıxılsın 2AB, üstə gəl B kvadratı. Bunun üçün bizə skalyar hasil də lazım. Skalyar hasil də burada yazın. A vurulsun B bərabərdir. 2 vurulsun 2, 4. 2 vurulsun 0, 0. 2 vurulsun 2, bu da 4. Bu elədi 8. Demək, AB də 8-dir, bərabərdir. A kvadratı 12. Çıxılsın 2 vurulsun AB 8. Üstə gəl
B kvadratı. Bu da 8. Bu da bərabərdir. Bu da 4 eləyəcək. İndi A üstə gəl B-ni də tapaq. A üstə gəl B-nin kvadratı. Bu da bərabərdir. A kvadratı üstə gəl 2AB üstə gəl B kvadratı bərabərdir. Bu səfər 12 üstə gəl 2 vurulsun 8 üstə gəl 8 bərabərdir. Demək 3 vur 8 24 12 36 da bu eləyir. İndi yerinə yazaq. Kosinus alfa bərabərdir. A kvadratı çıxaq B kvadratı. Yəni 12 çıxaq 8 4. Bölünsün kök altında burada 4 var. Burada da kök altında 36 var. Bərabərdir. 4 bölünsün 2 vurulsun 6. Yəni 3'də 1. Kosinus alfa 3'də 1'dirsə alfa bərabərdir. Arc kosinus 3'də 1 olmuş olur. Yəni A bəndi. Növbəti sual 47. Baxırıq. Bu da eyni tip sualda A plus B, A minus B eyni şeydir. Sadəcə bu rəqəmlər dəyişibdir. Özünüz yazacaqsınız. 48. A vektoru var. AB nöqtələri var. AB vektoru və A vektoru arasındakı bucağın kosinusunu tapaq. Bu da biraz əvvəlki suallardır. Sadəcə biraz birinci AB vektorunu tapmalıyıq. Ondan sonra, yəni birinci düstur yazım mən burada kosinus alfa nədir? A vektoru vurulsun AB vektoru, bölünsün modul A vurulsun modul da AB. İndi birinci AB vektorunu tapaq, koordinatlarını yəni. B'nin koordinatlarını, A'nın koordinatlarını çıxırıq. Yəni mənfi 7-dən mənfi 5 çıxdıq, mənfi 2. 7-dən 7 çıxdıq, 0. Mənfi 7-dən mənfi 8 çıxdıq, bu da 1. Bu oldu AB vektoru. A vektorun koordinatlarını buradan yazım. 0, 1 və 1. İndi bizə deyir ki, bunu tapın. Tapaq. Birinci skalyar hasili. Kosinus alfa bərabərdir. Skalyar hasilləri, yəni mənfi 2 vurulsun 0, 0. Mənfi 1 vurulsun 0, 0. 1 vurulsun 1, 1. Bölünsün modulu. Modulda A eləcək kök altında 0. Kvadratı üstə gəl 1'in kvadratı üstə gəl 1'in kvadratı. Yəni 1 üstə gəl 1 vurulsun. Kök altında AB də nə eləyir? Mənfi 2'nin kvadratı 4 üstə gəl 1 də bu elədir. Yəni 1 bölünsün kök altında 10. Bizdən də bunu soruşur. 1 bölə kök altında 10. 49. 49'da da görürsünüz eyni sualdır. Bundan eynidir. Burada AB'dir, burada MN'dir. Özünüz yaza bilərsiniz yəni. Keçdik biz 50'yə. A vektoru ilə kollinear və B modul B bərabər 17 olan müsbət koordinatlı B vektorun komponentlərini tapın. Yəni A ilə kollineardırsa B'nin komponentləri A ilə mütənasibdir. 8K və 15K. O deməkdir. O zaman modulda B də 17-dirsə demək ki, modulda B bərabər 17 olması o demək ki, kök altında 8K kvadratı, yəni 64K kvadratı, üstə gəl 15K kvadratı, 225K kvadratı. Bu bərabərdir 17'ye. Yəni 289K kvadratı bərabərdir 17'nin kvadratına. K kvadratı bərabərdir 1'ə. K bərabərdir müsbət koordinatlı dediyinə görə də 1 götürürük. Onda B'nin komponentləri 8'i 1'ə vurduq 8, 15'i 1'ə vurduq 15. 8, 15. 51. Bu da eyni qayda ilə yazacaqsınız. Tərəfləri 5, 13 olan ABCD paralleloqramında AC və BD vektorların skalyar hasilinin modulunu tapaq. Yəni yer açın burada. Mən də paralleloqram çəkim ki, rahat görə bilək nə var, nə yoxdur. Çəkdim. ABCD paralleloqramında, ABCD paralleloqramında AC vektoru və BD vektorlarının skalyar hasilləri. İndi AC vektorunun AB vektorunun skalyar hasilinin modulunu istəyir bizdən. Tapaq indi. Demək, tərəfləri 5 və 13'dürsə, indi biz bunlara vektorların toplanması olaraq baxsaq, birinci AC vektoru bizə AB və AD vektorunun cəmin verir. Cəm vektorudur. Yəni 5 ilə 13 eləyir AC vektorunun o zaman modulu, belə deyim. Çünki bizə bu vektorun uzunluğu lazımdır. Deyir ki, skalyar hasilinin modulu. Skalyar hasilinin modulu, yəni A vurulsun B-nin modulu, bu bərabərdir. Modul A vurulsun modul B ilə eyni şeydir. Modulun xassəsidir. İndi biz AC vektoru ilə hələ ikisini də modula almayayım. AC ilə BD vektorunun skalyar hasilinin modulunu axtarırıqsa,
AC-nin modulu ilə BD-nin modulunu bir-birinə vururuq. İndi AC-nin modulu eləyir 18-dir bu. AC eləyir 18. BD isə bunların fərqidir. BD də 13-dən 5 çıxırıq bu səfər. 13 çıxılsın 5. Bu da eləyəcək 8. İndi bunların hasilləri modulu modulların hasilidir. Yəni 18 vurulsun 8 eləyəcək. Bu da 144 edər. 53. A vektoru verilib. B vektoru A-nın əksi olarsa, A-nın əksi isə işarələri dəyişirik. Yəni -2, -3 olur. B vektoru 3A üstə gəl B ilə B-nin skalar hasilini soruşuruq bizdə. A vektoru əgər 53 yazırıq. 2, 3-dürsə komponentləri, B onun əksidirsə, B vektoru olacaq -2, -3. İndi bizə deyir ki, 3A üstə gəl B. Yəni, 3A üstə gəl B, tutaq ki, hansısa bir C vektoru alınır. Onda bunun komponentləri 3 vurulsun 2, 6. Üstə gəl -2, biri bu. 3 vurulsun 3, 9. Üstə gəl -3, bir də bu. Onda C vektorunun komponentləri oldu 4, 6. Aha. İndi bununla biz B vektorunun skalar hasilini axtarırıq. B də -2, -3 olduğuna görə C vurulsun B bərabərdir. 4 vurulsun -2, -8, 6 vurulsun -3, -18, -26. 54. A və B vektoru arasındakı bucağı təyin eləyin. Əslində bunu heç bir şey eləmədən baxıram ki, bu da 45-dir, bu da 45-dir. Çünki bərabər yanlı düz bucaq, düz bucaq. Bu da eyni şəkildə 45, 45 isə bunu uzatsaq gələcək bu buraya. 45, 45 alınacaq və perpendikular olacaq. Yəni buradan görünür ki 90-dır. Bu heç. Amma yəni həndəsi olaraq baxanda. İndi cəbri olaraq vektorlara görə baxar. İndi biz bunu təyin edək. Kosinusunu yazmalıyıq. Bax bir də isbat edəcəyik ki, həqiqətən də elədir. İndi 54. Birinci A vektorunun komponentlərini təyin edək. Son nöqtənin koordinatları 0, 1-dir. Başlanğıc nöqtənin koordinatları 1, 0-dır. O zaman A vektorunun komponentləri sondan başlanğıca çıxırıq. 0-dan 1 çıxdıq, -1, 1-dən 0 çıxdıq, müsbət 1. -1, 1. İndi B-yə baxırıq. Son nöqtə 2, 0-dır, başlanğıc 0, -2-dir. 2-dən 0 çıxdıq, 2. 0-dan -2 çıxdıq, bu da 2. İndi kosinus alfa bərabərdir. AB bölünsün modula, modul B bərabərdir. AB -1 vurulsun 2, -2. 1 vurulsun 2, müsbət 2. Heç bunu tapmağıma ehtiyac yoxdur uzunluqlar. Çünki 0 eləyir bu. Kosinus alfa nə zaman 0-dır? Bunlar perpendikular olanda. 55. A və A minus B vektoru arasındakı buzağın kosinusunu tapın. Tapaq yenə. Kosinus alfa bərabərdir. Demək, olacaq A vurulsun A çıxaq B. Bölünsün modul A vurulsun, modulda A çıxılsın B. Bərabərdir. A kvadratı çıxılsın AB. Bu 1. Buradan nə olur? Kök altda A kvadratı vurulsun, kök altda A çıxılsın B-nin kvadratı da bu. İndi kosinus alfa bərabərdir. Kosinus alfanı yazmadan əvvəl birinci A kvadratını tapaq. Buradan yazıram. A kvadratı bərabərdir. 1-in kvadratı, 2-nin kvadratı, 1-in kvadratı. 1, 4, 1 eləyəcək 6. Bizə B kvadratı lazım olacaq. B kvadratı bərabər 1-in kvadratı, 1-in kvadratı, 2-nin kvadratı. 1 üstə gəl, 1 üstə gəl 4. Bu da 6. AB lazımdır. Skalar hasil. 1 vurulsun 1, 1. 2 vurulsun 1, 2. 1 vurulsun 2. Bu da 2. Bu da elədir 5. İndi hamısını yerinə yazaq. A kvadratı yəni 6. Çıxılsın AB yəni 5. Kök altda A kvadratı yəni kök altda 6 vurulsun. A çıxılsın B-nin kvadratını indi yazmaqdan ötürü nə edirik? A kvadratı çıxılsın A, 2AB üstə gəl B kvadratı bərabərdir. Bura 1, bura kökdə 6. Onu yazdıq. İndi vurulsun kök altında A kvadratı neçə tapmışdıq? 6. Çıxılsın 2AB yəni 10. Üstə gəl B kvadratı bu da 6. İndi bu nəyə bərabərdir? 1 bölünsün kökdə 6. Vurulsun kökdə 2. Yəni 1 bölünsün kök 12. Kosinus alfa 1 bölünsün kök 12. 56. 56'da da A üstə gəl B ilə arasındakı buzağı soruşur. Özünüz yazarsınız. 57.
X-in hansı qiymətində A vektoru absis oxunun müsbət istiqaməti ilə 30 dərəcə bucaq əmələ gətirir. 30 dərəcəli bucaq əmələ gətirməsi o deməkdir ki, 57-ci sual deyir ki, X-in hansı qiymətində A vektoru absis oxunun müsbət istiqaməti ilə 30 dərəcəli bucaq əmələ gətirir. Yazıram. Buradan bir yer açım. Verilən nədir? A vektoru koordinatları x01. x01 o deməkdir ki, y-i 0-dır. Və bu x-z müstəvisi üzərindədir. Məsələn, belə bir şey çəkək. Bu səfər bura x deyək, bura z deyək. Bunun koordinatı, tutaq ki, belə bir vektorumuz var. Koordinatı bura x-dir, burada 1-dir. Bu o deməkdir. İndi bu 30 dərəcədirsə, bu məsafə 1 olduğuna görə burada 1-dir. 30-un qabağındakı 1-dirsə, 90-ın qabağındakı 2-dir. Yəni, modulda A bərabərdir 2-yə. Modulda A 2-dirsə, kök altında x kvadratı üstə gəl 1 və bu bərabərdir 2-yə. Kvadratı yüksəldirik hər tərəfi. X kvadratı üstə gəl 1 bərabərdir 4-ə, x kvadratı bərabərdir 3-ə, x bərabərdir kök 3 olmuş olur. Sonra digər sual. 58. Y-in hansı qiymətində bu səfər? Eyni qayda ilə çəkin bunu da. Yaxşı. Burada elə göstərim. Bu səfər x yoxdur. Y-z müstəvisi üzərindədirlər. Bura tam y olsun. Burada z olsun. İndi bunu belə çəkdik. Z-in qiyməti kök 3-dür. Burada y-dir. İndi bizə deyir ki, 60 dərəcəli bucaq əmələ gətirib. 60-ın qabağında duran, bax bura, kök 3-dür. Onda bura 30-dursa, 30-un qabağında duran 1-dir. 90-ın qabağında duran 2-dir. Yəni, bu vektorun uzunluğu yenə 2-dir. O zaman kök altında y kvadratı üstə gəl 3 bərabərdir 2-yə. Kvadratı yüksəldirik ki, y kvadratı üstə gəl 3 bərabərdir 4-ə, y kvadratı bərabərdir 1-ə, y də bərabərdir müsbət 1-ə. Müsbət istiqamət dediyinə görə belə götürürük. İndi 59. A və B vektorları 60 dərəcəli bucaq əmələ gətirir. Yəni, aradakı bucağı verib bizə. Yer açın burada. Yer çatmaya bilər. Bizə deyir ki, modulda 2A çıxılsın 3B-ni tapın. Tapaq. Kök altında bu eləyir 2A çıxılsın 3B-nin kvadratı. Bərabərdir. Açaq mötərizəni. 4A kvadratı üstə gəl 9B kvadratı çıxılsın. Bunların hasilinin 2 misli. 12AB. İndi bizə nə lazımdır? Bizə lazımdır A kvadratı. Modul A 2-dirsə, A kvadratı 4-dür. B kvadratı lazımdır. Modul B 3-dürsə, B kvadratı 9-dur. AB lazımdır. AB bərabərdir. Modul A vurulsun, modul B vurulsun, kosinus bucaqda verib bizə 60. İndi yazıram. AB bərabərdir. 2 vurulsun, 3 vurulsun, 2-də 1, bu da elədir 3. İndi yerinə yazaq. Kök altında 4A kvadrat, yəni 4 vurulsun 4, 16. 9B kvadratı, 9 vurulsun 9, 81. Çıxılsın, 12 vurulsun, AB də 3-dür. Bu şəkildə. İndi 16, bu da 81. Eləcək 97 yazıram. Kök altında 97 çıxılsın 36. Bu da eləcək kök altında 61. Cavab da Y bəndə. Digər sual. Görürsünüz, eynidir. Sadəcə kosinus 120-ni mənfi 2-də 1 götürəcəksiniz və hesabam. 61. A və B vektorları verilib. Sonra bir dənə də C vektoru var. AC bərabərdir 2, BC bərabərdir 7. Bizə deyir ki, C vektorunun uzunluğunu tapın. Birinci bir C vektorunun bir özünün komponentlərini bir təyin edək ondan sonra. Tutaq ki, C vektorunun komponentləri x, y-dir. İndi A vurulsun C bərabərdir. A-nın koordinatı mənfi 1-dir. Vurduq x-ə mənfi x, 4 vurulsun y, üstə gəl 4y oldu. B vurulsun C bərabərdir. B-nin koordinatı 4 mənfi 1-dir. 4-ü vurduq x-ə 4x, çıxılsın y. İndi mənfi x üstə gəl 4y bərabərdir 2-yə. 4x çıxılsın y, bu da bərabərdir 7-yə. Biz buradan C-nin uzunluğunu tapmalıyıq. C-nin uzunluğunu tapaq. Demək, buradan tənliyimizi həll edək də, neyniyək?
Məsələn, yuxarını 4-ə vururam və sonra toplayıram. Mənfi 4x üstəgəl 16 y bərabərdir 8-ə. 4x çıxılsın y bərabərdir 7-yə. Topladıq alt-alta. Eləyir 15y bərabərdir 15-ə. Y bərabərdir 1. Y 1 isə yerinə yazaq. Mənfi x üstəgəl 4 bərabərdir 2 olanda mənfi x bərabərdir mənfi 2, x bərabərdir müsbət 2-yə. Demək ki, c-nin komponentləri nə oldu? 2, 1 oldu. Onda modul c nəyə bərabərdir? Kök altında 2-nin kvadratı üstəgəl 1-in kvadratı, yəni kök altında 5 olur. 62 eyni qayda ilə. 63 modula 3-dür, modul b 5-dir. M-in hansı müsbət qiymətində bu vektorları perpendikülər olar? Yəni a üstəgəl MB-nin a çıxılsın MB-yə hasili 0 olar. Olsun, baxalımdır. Görək nə zaman 0 olur. İndi bu nə eləyir? A kvadratı çıxılsın M kvadratı B kvadratı bərabərdir 0. Modula 3-dürsə A kvadratı 9-dur. Modul B 5-dirsə B kvadratı 25-dir. M kvadratı vurulsun 25 bərabərdir 0. Demək, M kvadratı vurulsun 25 bərabərdir 9-a. M kvadratı bərabərdir 9 bölünsün 25-ə. Yəni M bərabərdir 3 bölünsün 5 və mənfi 3 bölünsün 5. Bizə lazımdır müsbət dediyinə görə müsbət 3 bölünsün 5. 64 modula modul eyni. 65 diagonalların kəsişmə nöqtəsi koordinat başlanğıcında yerləşən ABCD paralleloqramında AC və BD vektorunun skalar hasilini tapaq. Yer açım burada. Bir dənə də paralleloqram. Tutaq ki, bu bizim paralleloqramımız. İndi A, B, C və D. Deyir ki, diagonalların kəsişmə nöqtəsi koordinat başlanğıcındadır. Yəni bu 1, bu da ikinci diagonal. Demək, bax, bura koordinatları O nöqtəsi 0, 0-dır. A nöqtəsi koordinatları mənfi 3, mənfi 4. B nöqtəsi koordinatları mənfi 2, 3. Bizə deyir ki, AC və BD vektorunun skalar hasilini tap. Birinci biz C vektorunun koordinatını tapaq. Yəni bu iki A və C nöqtəsi parçasının ortasıdır bu. Parçanın orta nöqtəsinin koordinatı var. Bir tərəf, bir uzunun nöqtəsinin koordinatı var. Digərini tapaq. Toplayıb yarıya bölüb ortanı alırıq da. İndi bu səfər yarısı 0 olduğuna görə demək özü də 0-dır. Mənfi 3-dürsə bura 3-dür. Mənfi 4-dürsə bura 4-dür. Mənfi 2-dirsə bura 2-dir. 3-dürsə mənfi 3-dür. Toplayıb yarıya bölündə bunu verir bizə. İndi AC vektorunu bir təyin eləyək. C-dən çırğanın komponentləri 3-dən mənfi 3 çıxdıq 6, 4-dən mənfi 4 çıxdıq 8. BD lazımdır bizə indi bu səfər. D-dən B-ni çıxırıq 4 və mənfi 6. Skalar hasil deyirsə, bunları vurub toplayırıq. 6 vurulsun 4, çıxılsın 8 vurulsun 6. 24 çıxılsın 48 bərabərdir mənfi 24-ə. Növbəti 65 eyni qayda ilə yazacaqsınız. 67-yə baxaq. 67. Burada bir yer açsam. Nə deyir? A və B vektor olsun ki, buzağın kosinusunu tapın. Birinci A-nın B-nin bir şeylərini tapaq, komponentlərini. Demək, bura 6, 5-dir. Bura 2, 3-dür. Bu da 0, 5 nöqtəsidir. İndi A-nın koordinatları. 6-dan 2-ni çıxdıq 4, 5-dən 3-ü çıxdıq 2. B-nin. Demək, 2-dən 0 çıxdıq 2, 3-dən 5 çıxdıq mənfi 2. İndi A və B arasındakı buzağın kosinusunu istəyir. A vurulsun B, modula vurulsun modul B. İndi 4 vurulsun 2, 8, çıxılsın 4. Kök altında 4-ün kvadratı, üstəgəl 2-nin kvadratı vurulsun. Kök altında 2-nin kvadratı, yenə 2-nin kvadratı bərabərdir. 4 bölünsün, burada 16, 4, 20. Kök altında 20 vurulsun. Bunu da bir kökün altına yazaq. 4, 4, 8-də burada. 20 vurulsun 8. Bizdən nə istəyir? Sadələşdirəcək də. Bu qalsın. Kosinus alfa bərabərdir. 4 bölünsün. Burada 4 vurulsun 5 var. Burada 4 vurulsun 2 var. 4-ün biri çıxacaq. Qalacaq kök altında 10. 4-lər də ixtisar 7 qaldı. 1 bölünsün kök 10. A bəndi. 68-ci sual.
Deyir ki, ABC üçbucağında FC bərabərdir AY, üstünə yazıram 5'dir, 5'dir. YF 4'tür. AF 3'tür. İndi bizə deyir ki, AC vurulsun AY üstə gəl FC. Aha, bərabərdir. İndi bunu yerə yaza bilərəm mən. AC vurulsun AY üstə gəl AC vurulsun FC. Vektorların skalar hasilından istifadə edək. Burada görürəm ki, 3, 4, 5'dirsə demək ki, bu 90 dərəcəlik bucaqdır. Aha, demək düzbucaqlı üçbucaq alınır burada. İndi AC'nin AY'yə hasili. AC vurulsun AY. AC vurulsun AY'nin skalar hasili bərabərdir. Modulda AC vurulsun modulda AY vurulsun kosinus bucağa bərabərdir. AC'nin uzunluğu 8. AY'nin uzunluğu 5. İndi bu bucağın kosinusu düzbucaqlı üçbucağa görə yaza bilərik də. Bucaq kosinusa bərabərdir. 2 katet bölünsün ipetonuzu, yəni 3 bölünsün 5. Vurulsun 3 bölünsün 5. Bunlar ixtisar 7, 8 3'ə vurduq 24. Sonra AC'nin FC'yə nisbəti. AC vurulsun FC bərabərdir. Hasili daha doğrusu nisbəti yox. AC vurulsun FC vurulsun. İndi AC vurulsun FC. Bunlar bir istiqamətlidir və bir düz xətt üzərindədirsə bucaq 0 dərəcədir. Vurulsun kosinus 0. Bu da bərabərdir. AC'nin uzunluğu 8 vurulsun. FC'nin uzunluğu 5. Kosinus 0'da 1'dir. Bu da elədir 40. İndi bunları toplayırıq. 24 üstə gəl 40. Bu da bərabərdir 64'ə. 69. A və B vektorları kollinear deyil. Amma bunlar eyni istiqamətlidir. Onlar kollinear olmasa da özləri. Amma görürsünüz, bunlardan alınan başqa bir vektorlar var ki, onlar eyni istiqamətlidir. Eyni istiqamətlidirsə, bunlar özləri kollineardır. Kollinear ilə bunların əmsalların nisbəti yazsaq da bəs edir bizə. Yəni 5 bölünsün 2 çıxılsın x bərabərdir. X bölünsün mənfi 5'də 8 belə yazsaq bəs edir. Çünki eyni istiqamətlidir. O zaman buradan bir çarpaz var, hesablaya bilərik. Mənfi 5 vurulsun 8 bölünsün 5 bərabərdir. X vurulsun 2 çıxılsın x'e. Bunlar ixtisar 7 qaldı. Mənfi 8 bərabərdir. 2x çıxılsın x kvadratı. Yəni x kvadratı çıxılsın 2x çıxılsın 8 bərabərdir 0'a. Buradan da alırıq ki, biri 4'dür. Biri də mənfi 2'dir. İndi yerinə yazıb baxmalıyıq ki, eyni istiqamətli həm də müsbət olmalıdır. Bir də o var. 5 bölünsün 2 çıxaq 4 bərabərdir. 4 bölünsün mənfi 8 bölünsün 5'ə. Görək ödəyirmi? Bu eləyir mənfi 5 bölünsün 2. Bu da eləyir mənfi 5 bölünsün 2. Bir bu. İndi bu öbürsünə baxırıq. Burada nə olur? 5 bölünsün 2 üstə gəl 2. Mənfi 2 daxil. Mənfi 2 bölünsün mənfi 8 bölünsün 5. 5 bölünsün müsbət 4. Burada da 5 bölünsün müsbət 4. Bax, bizə bu lazımdır. Eyni istiqamətsə nisbətləri həm bərabərdir, həm də müsbətdir. Yəni, x-i mənfi 2 qiymətində, 4 qiymətində deyil. Sonra 70. Təzdən çəkməyimə ehtiyac yoxdur. Burada elə göstərək. Bizə deyir ki, perimetri 36'dır. Sonra tərəfləri 6'dır. Bunu bildik. Aha, indi deyir ki, AB-ni vurmalıyıq. DF üstə gəl BD-yə. İndi bu DF vektoru, bu da BD vektoru. Bu ikisinin cəmi bizə verir BF vektorunu. Üçbucaq qaydasına görə DF vektoru ilə BD vektorunun cəmi bizə verir BF vektorunu. İndi biz BF vektorunun AB vektorunu bir-birinə vurmalıyıq. AB, bu da BF. O zaman AB vurulsun BF vektoru bərabərdir. Modul AB vurulsun modul BF vurulsun kosinus bunlar arasında qalan bucaq. İndi məsələ bucağı təyin eləməkdir. Nə edirik? Bunu təyin eləməkdən ötürü AB vektoru budur axı. Bunu paralel köçürsək bura, bu şəkildə bir şey alınır. Bura eləyir, bura neçə dərəcədir? 120 dərəcə. Bura 120-dirsə, bu bucaq 30 dərəcədir. Bu bucaqla
Bu bucaqla, bunu paralel keçsin. Bu bucağın cəmi 180 olmalıdır. Bura 30'dursa, bura edir 150. Alfa olur 150. İndi AB-nin uzunluğu 6'dır. BF-in uzunluğu isə, görürsünüz, 6 bucaqların kiçik diaqonalıdır. Yəni 6 kök 3'dür. İndi AB vurulsun BF vektorun skalar asiyada. AB 6 vurulsun 6 kök 3 vurulsun kosinus 150 dərəcə. Kosinus 150 buradan hesablayaq. Kosinus 150 çelmə düşdüyünə görə mənfi kosinus 30 deməkdir. Və bu da bərabərdir. Mənfi kök 3 bölünsün 2 eləyir. Yerinə yazalım. 36 kök 3 vurulsun mənfi kök 3 bölünsün 2. 36 ilə 2-ni ixtisarladık 18. Köklü kökçə vuranda 3 eləyir. Mənfi 3-ü də 18-ə vuranda mənfi 54 eləyəcək. Yəni cəbəndə. 71. A və B vektorları kollineardırsa, C vektorun koordinatını, vektorun uzunluğunu tapaq. Demək, 4 bölünsün 6 bərabər olmalıdır 8 bölünsün K-ya. 4 ilə 8 ixtisarladım. K bərabərdir 12-yə. Demək, C vektorun koordinatları 12 və 16-dırsa, modulda C bərabərdir kök altında 12-nin kvadratı, 16-nın kvadratı, 20-nin kvadratı eləyəcək, yəni 20 çıxacaq. 72-də eyni tip sualdır, özünüz yaza bilərsiniz çox rahatlıqla. 73-ə baxaq. Skalar hasilini tapın. Yenə bunların koordinatlarını təyin edək, bəs edir də. Bura 7, 4-dür. Koordinat başlanğıcından çıxdığına görə elə A vektorun koordinatları 7, 4 olur. Burada 10, mənfi 4 olduğuna görə B-nin də koordinatları ilə hazır olmuş olur. Çünki başlanğıcda 0, 0-dır. O zaman A vurulsun B bərabərdir. 10 vurulsun 7, 70, mənfi 4 vurulsun 4, 16. Çıxdıq, 54. 74. Eyni sualdır. 75-ci sual. Demək, perpendikulyardırsa, birinci n vurulsun m 0 olmalıdır. Yəni 1 vurulsun 2, 2. 2A vurulsun 1, 2A. Mənfi 1 vurulsun 2B, mənfi 2B. Bu bərabərdir 0-a. Və alırıq ki, 2A çıxılsın 2B bərabərdir mənfi 2-yə. A çıxılsın B bərabərdir mənfi 1-ə. Sonra da modul n bərabərdir modul m-ə. Modul n, yəni n kvadratı bərabərdir m kvadratı deməkdir. N kvadratı bərabərdir 1 üstəgəl 4A kvadratı üstəgəl 1. M kvadratı bərabərdir 4 üstəgəl 1 üstəgəl 4B kvadratı. İndi bunlar birinə bərabərləşdirək. 2 üstəgəl 4A kvadratı bərabərdir 5 üstəgəl 4B kvadratı. 4A kvadratı çıxılsın 4B kvadratı bərabərdir 3-ə. A kvadratı çıxılsın B kvadratı bərabərdir 4-də 3-ə. A çıxılsın B vurulsun A üstəgəl B bərabərdir 4-də 3-ə. A çıxılsın B-nin yerinə mənfi 1 yazsaq, bura edir mənfi 4-də 3. Yəni, A çıxılsın B bərabərdir mənfi 1-dirsə, A üstəgəl B bərabərdir mənfi 4-də 3-dür. İndi biz bunu alt-alta toplayaq, A-nı tapaq birinci. 2A bərabərdir mənfi 4-də 7-yə. A bərabərdir mənfi 8-də 7-yə. Bu səfər də çıxsam, aşağıdan yuxarına çıxsam, 2B bərabər, ya da gətirib birini də yaza bilərik, eyni şeydir. 2B bərabərdir mənfi 4-də 3-dən mənfi 1 çıxanda qalır 4-də 1. B bərabərdir, bu da 8-də 1. İndi bizdən A bölünsün B-ni istəyir. A bölünsün B bərabərdir 8-də 7 vurulsun da modul dediyinə görə müsbətini götürürük. 8-də 7 vurulsun 1-də 8. Bu da bərabərdir 7-yə. 76-cı sual. A vektoru və B vektoruna paraleldir. Modula bərabərdir 2 kökün. Paralelsə koordinatları mütənasibdir. Yəni A-nın koordinatları olacaq K, 3K. Və modula bərabərdir bu olduğuna görə. Demək, K kvadratı üstəgəl 9K kvadratı və bu bərabərdir. Bunun kvadratına da dahilə yazaq. 4 vurulsun 10-a, yəni 40-a. 10K kvadratı bərabərdir 40-dırsa, K kvadratı bərabərdir 4. Bizə nə istəyir? A vektorun koordinatları hasili, yəni K vurulsun 3K, yəni 3K kvadratı, yəni 3 vurulsun 4, o da bərabərdir 12. 77, eyni, 76 yəni eynidir.
78 vektoruna perpendikulyardırsa 6 modula bölünsün modul B-ni tapın. Perpendikulyardırsa demək ki, nədir bunlar? Hasilləri sıfırdır. A kvadrat, yəni birinci belə yazım. A çıxılsın 2B. A üstə gəl 2B bərabərdir 0-a. Yəni A kvadratı çıxılsın 4B kvadratı bərabərdir 0-a. Yəni A kvadratı bərabərdir 4B kvadratına. Kök alsaq, modula bərabərdir 2 modul B-yə. Gətirib indi yerinə yazıram. Bax, bunun yerinə yazıram, elə təsəvvür edin. 6 vurulsun modulanın yerinə 2 modul B. Məxrəcdə də modul B. Modul B-lər ixtisar getdi, qaldı 12. 79 12 midir? 80. AB üstə gəl AC bərabərdir M vektoruna. AB üstə gəl AC M vektoruna bərabərdir. Yəni elə AD deməkdir da bu əslində. ABC üçbucağının AM medianın uzunluğunu tapın. Bu parallelogram qaydasına görə AC və AB-nin cəmi bizə AD-ni verir. Və AD vektorun koordinatları da buradadır. Elə AD vektoru həm də M vektorudur və onun komponentləri -8, 15'dir. O zaman AD-nin uzunluğunu tapaq, AD-nin bərabərdir. Kök altında 8-in kvadratı və 15-in kvadratı. 289, ondan da kök çıxacaq 17. İndi bizə deyir ki, ABC üçbucağında AM medianı. AM medianı AD-nin yarısıdır. AD 17'dirsə, AM bərabərdir 17'nin yarısına, yəni 8,5'ə. Cavab 8,5. 81. M'in hansı qiymətində vektorun skalar hasili ən kiçik qiymət alır? Skalar hasillərini tapaq elə. M kvadratı -3 vurulsun 4 çıxılsın 12M. 5 vurulsun M üstə gəl 5M. Yəni M kvadratı çıxılsın 7M oldu. İndi M'in hansı qiymətində bu ən kiçik qiymət alırsa, bunu xatırlayaq bir dənə. Y bərabərdir ax kvadratı üstə gəl bx üstə gəl c. Kvadratik funksiyasının ən kiçik qiyməti n idi. -d bölünsün 4a. Bəs x-in hansı qiymətində? Bildik ki, m bərabərdir -b bölünsün 2a qiymətində. Bu ən kiçik olur. A müsbətdirsə. A mənfidirsə, m-in bu qiymətində, yəni x-in bu qiymətində bu ən böyük olmuş olur. İndi eyni şeydir. Sadəcə burada dəyişənimiz x-dir. Kvadratik funksiyadır. Yəni üstə gəl burada 0 var. Deyir ki, m-in hansı qiymətində ən kiçik qiymət alır? Yəni, -b bölünsün 2a qiymətində. Yəni, 7 bölünsün 2 vurulsun 1. 3,5 qiymətində. Sonra 83. Bizə deyir ki, düzbucaqlı üçbucaqda BC 5'dir. Aha. BC vurulsun BA üstə gəl AC vektoru. BA vektorunun AC vektoru bizə üçbucaq qaydasına görə BC vektorunu verir. BC vektoru vurulsun, bunun yerinə yenə BC vektoru yazırıq. Bu da olur modulda BC'nin kvadratı, yəni 5'in kvadratı 25. 84 də onun kimidir. 85. Hamısı burada vektorlarda elə fərqli suallar yoxdur. Hamısı demək olar ki, görürsünüz, təkrar suallardır. 85. Modula 3'dür. Modul B 1'dir. A ve B vektor arasındaki uzaq 60 dərəcədir. A ve 2B, A çıxılsın 2B'nin skalar arasını tapın. A vurulsun, A çıxılsın 2B. Bu bərabərdir. Olacaq A kvadratı çıxılsın 2AB. İndi birinci A kvadratını tapaq. Modul A 3'dürsə A kvadratı 9'dur. Modul B 1'dirsə B kvadratı 1'dir. AB nədir bəs? AB modul A vurulsun modul B vurulsun kosinus uzaq da 60 dərəcədir. Bərabərdir. 3 vurulsun 1, kosinusu da 2'də 1 olduğuna görə elədir 2'də 3. İndi yerinə yazaq. A kvadratı 9 çıxılsın 2 vurulsun AB də 2'də 3'dür. Bunlar da ixtisar getdi qaldı. 9 çıxılsın 3, 6. B kvadratının etiz olmadı. 86. 86-cı suala baxaq, nə deyir? A vektoru koordinatları bu səfər kosinus alfa -4 və 1,5'dir. B vektoru koordinatları 5, 3 sinus alfa və -1'dir. Deyir ki, skalar hasilinin ən böyük qiymətini tapın. A vurulsun B bərabərdir. Kosinus alfa vurulsun 5, 5 kosinus alfa. -4 vurulsun 3, 12 sinus alfa. Çıxılsın 1,5'də bu.
İndi burada artıq trigonometrik funksiyalar işin içərisinə girir. A sinus alfa plus minus B kosinus alfanın en böyük en kiçik qiyməti. Yəni qiymətlər çoxluğu bilirik ki, mənfi kök altında a kvadrat üstə gəl b kvadratından müsbət kök altında a kvadrat üstə gəl b kvadratına qədərdir. İndi bunun qiymətlər çoxluğu bizə en böyük dediyinə görə bunun en böyük qiyməti kök altında 5'in kvadratı və 12'nin kvadratıdır. Bu da 13'tür. O zaman 13'dən çıxırıq 1,5'i qalır 11,5. 87 də 12 midir? 88'e baxaq. Uyğunluq sualları. Uyğunluğu müəyyən edin deyir. Eləyək. 88. A və B vektorları üçün uyğunluğu müəyyən edin. A üstə gəl B vahid vektordur. Baxaq görək hansında olur. Kvadratları cəmi. A üstə gəl B neçə edir? Yəni bu 6, bu da 6. Mümkün deyil. Olmaz. Sonra bura 4, bu da 4. Bu da mümkün deyil. Olmaz. 9'dan 3, 12. 12'dən 4. Bu da mümkün deyil. Yəni heç biri vahid vektor deyil. Ondan sonra A üstə gəl B 6 kök altında 2'dir. Birinci A üstə gəl B'ni hər biri üçün tapım hələ. A üstə gəl B bərabərdir. Bu tutaq ki, hansısa bir vektordur. Bir başa koordinatlarını yazıram. 6, 6. Birinciyə görə. İkinciyə görə A üstə gəl B koordinatları 4, 4. Üçüncüyə görə A üstə gəl B koordinatları 12, 16'dır. Aha. İndi A üstə gəl B'nin modulu 6 kök altında 2'dir. 36, 36, 72. Bu 6 kök altında 2'dir. Modulda A üstə gəl B bərabərdir 6 kök altında 2. Modulda A üstə gəl B bu bərabərdir 4 kök altında 2. Modulda A üstə gəl B bu bərabər olacaq 20'ye. İndi 6 kök altında 2 bu getdi 1'ə uyğun. Bu nədir? A üstə gəl B vurulsun A çıxılsın B. Bu eləyir A kvadratı çıxılsın B kvadratı. Bərabərdir 0. İndi A kvadratı çıxılsın B kvadratı. Buradan baxaq. A kvadratı baxırıq ki, hansı bu? Bunda olacaq. Bax bu. 7'nin kvadratı 49. Üstə gəl 3'ün kvadratı 9. Çıxılsın 3'ün kvadratı. Üstə gəl 7'nin kvadratı. Görürsünüz, eynidir. 0 eləyir. Yəni bu olur C ikinciyə aid. Sonra skalar hasilləri 0'dır. Skalar hasili 0'dır. Mənfi 21. Bu da mənfi 21. 0 eləmir. Bu da 0 eləmir. Bu da 0 eləmir. Heç birində yoxdur skalar hasilinin 0 olan. A üstə gəl B və A çıxılsın B vektorları kollinearlar. İndi onu təyin edək. A üstə gəl B-ni təyin edək. Üçüncüyə baxım. A çıxılsın B nə edir? A çıxılsın B koordinatları 9'dan 3 çıxdıq 6. 12'dən 4 çıxdıq 8. Görürsünüz. 12 bölünsün 6. 16 bölünsün 8. Bu da buna uyğundur. Yəni Y. A və D heç birine uyğun olmadı. Keçdik digərinə. Digər sual. 89 da eyni tip sualdır da, özünüz baxa bilərsiniz. Əslində bunlar hamısı eyni tip suallardır. Baxalım da. A vektoru sabit yerində qalır. Perpendikulardır. Skalar hasilləri 0 olmalıdır. Baxıram. Müsbət 6, mənfi 6 toplayanda 0 eləyir. Bəli, bu birinciyə aiddir. Skalar hasilləri mənfi 20'dir. 6 vurulsa mənfi 3, mənfi 18, bu da mənfi 2, 20 eləyəcək. Bəli, bu da buna aiddir. Modul B 10'dur. Baxıram. 4 üstə gəl 36 olmadı. 36 üstə gəl 4 olmadı. Heç birinə aid deyil. Modul B 13'dür. Modul B 13'dür. Baxaq. 5, 12 olanda bəli 13 olur. D bura gəlir. B və A əks vektorlardır. Xeyr. Əks vektorlardır. Əks vektor olması üçün bu 3 mənfi 1 olmalıydı. 91 eynidir. Özünüz yazarsınız. 92'ye baxaq. B və A vektorları üçün uyğunluğu müəyyən edin. A yerindədir. B yerinə sabitdir. A'ya perpendikulardır. Skalar hasili 0 olmalıdır. 3'dən 2, 6, 6'dan 1, mənfi 6 toplayanda 0 edir. Bəli. A çıxılsın B vahid vektordur. 2'dən 3 çıxdıq. Mənfi 1, mənfi 1'dən 6 çıxdıq. Mənfi 7 kvadratları cəmi eləmir. A çıxılsın B vahid buna baxaq. 2'dən 6 çıxdıq. 4, mənfi 3'dən mümkün deyil. 2'dən 1 çıxdıq. 1, mənfi 1'də mənfi 0. Yəni A çıxılsın B burada, bax 3-cüyə uyğun. A çıxılsın B'nin koordinatları 1, 0 olduğuna görə bu olur vahid vektor. 3'e gəldi. AB 3'dür.
2, bu da mənfi 1. 1. Topladıq 3. D də buradadır. A ilə əks istiqamətlidir. Əks istiqamətli yoxdur heç birində. Ondan sonra baxıram buradan. 2 bölünsün 3 olmur. 2 bölünsün 1, müsbət 1, müsbət 1 yoxdur. Eyni istiqamətlidir. Nisbətləri müsbət eləməlidir. Baxıram. 2 bölünsün 6, 3'də 1, mənfi 1 bölünsün 3, 3'də 1 ödəyir. Bəli. O da Y-bəndə oldu. D yoxdur. Bir daha baxın. 2 bölünsün 3, 3'də 2 olmadı. Mənfi, müsbət 2, mənfi 1 olmadı. Keçdik 90. 93'də eynidir. Özünüz yaza bilərsiniz. Biz 94'də baxaq. Skalar hasilinin ən böyük qiymətini alar. Ən böyük qiymətini tapaq. 1 çıxılsın x kvadratını 1'ə vurduq. 1 çıxılsın x kvadratı. Mənfi 4'ü 2x'ə vurduq. Mənfi 8x. Yəni bu olur. Mənfi x kvadratı çıxılsın 8x üstə gəl 1. Yenə biraz əvvəl bu funksiyadakı kimi ax kvadratı üstə gəl bx üstə gəl c'nin ən böyük, ən kiçik qiyməti a-dan asılıdır. A mənfi 1'dir, mənfidirsə ümumiyyətlə. N mənfi d bölünsün 4a olur bunun ən böyük qiyməti, müsbətdirsə ən kiçik qiyməti olur. İndi biz ən böyük qiymətini axtarırıq n-ə görə. Mənfi d bölək 4a. 4ac çıxılsın b kvadratı bölünsün 4a yaza bilərik. 4 vurulsun mənfi 1 vurulsun 1 mənfi 4 çıxılsın b kvadratı çıxılsın 64 bölünsün 4a yəni mənfi 4. Bu da 1 bu da 16 17 edəcək. Ondan sonra 95 skalar hasilinin kiçik qiyməti eyni sualdır. Özünüz yaza bilərsiniz. 96 A və B vektorları perpendikulyar vahid vektorlardır. Yəni perpendikulyar vahid vektorlar olarsa, yəni A və B-nin skalar hasili birincisi 0'dır. İkincisi modul A da 1'dir, modul B də 1'dir. İndi 5A üstə bunun modulunu istəyirsə, modulla 5A üstə gəl 11 kök altında 11 5A üstə gəl kök altında 11 vurulsun B. Bu bərabərdir kök altında 5A üstə gəl kök altında 11 B-nin kvadratı kimi baxa bilərik. Şimdi açaq bunu. Kök altında 25 A kvadratı. Üstə gəl 5 kök altında 11 AB. Üstə gəl 11 B kvadratı. Qiymətlərin yerinə yazaq. Bunlar ikisi də 1'dir. 25 ilə 11 elədi 36. Bu da 0'dır. Çünki skalar hasili 0 olur, perpendikulyardır. 36'nın kökünə çıxır 6. Cavab edir 6. Ondan sonra 97, 98 eynidir. Birini yazsam bəs eləyəcək. Demək, modula A vektoru 1, 2'dir. B vektoru da kollineardır. Demək, B'nin koordinatları da K, 2K'dır. İndi A üstə gəl B'nin kvadratına, A çıxılsın B'nin kvadratı da 80'dir. Bunu birinci yəni kvadratlar fərqinin açılışına görə açıq nə eləyir? A üstə gəl B, üstə gəl A, çıxılsın B. A üstə gəl B, çıxılsın A, üstə gəl B, bərabərdir 80. Belə yazaq. Birinci B'lər getdi, burada qalır 2A. A'lar getdi, qaldı 2B, bərabərdir 80'ə. Yəni AB bərabərdir 80'ə 4'ə böldük 20'yə. A'nın koordinatları nə idi? A'nın koordinatları da 1, 2'dir. İndi skalar hasili 20'dir. 1'i vurduq K'ya K, 2'ni də 2K'ya vurduq 4K bərabərdir 20'dirsə 5K 20'dir. K 4'tür. 20'ni 5'e böldük 4. Bizdən B vektorunun komponentlərinin cəmi. Yəni K üstə gəl 2K'nın cəmini istəyir. 3K o da bərabər 3'ü 4'ə vurduq 12. 98'i də özünüz yaza bilərsiniz.